Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, kısa bir fikrimi paylaşacağım bir məsələ ilə bağlı. Deməli, ortalıqda özünə türk oğlu türk deyən, nə bilim, türkçülükdən danışan bu bəzi şərəfsiz, ləyaqətsiz boğazını Amerikanın Siyonistin zəncirinə keçirdən uğraşlar var. Düşüblər ortalığa ki, bəs İranda bizim güneydəki soydaşlarımız, qardaş və bacılarımız gəlin əl-ələ verək, böyük bir yekə bir Azərbaycan quraq. Amma halbuki həmən onu deyən adamların özləri Siyonisə köpəklik edirlər. Amerikaya köpəklik edirlər. Yəni güneydəki qardaşlarımızı bombalayan, qətl edən Amerikası, Siyonisi, İsrailin təbliğatını aparır, onların müdafiə edir, hətta deyir, dalımızda durubdur. Bunun yanında da güneydəki soydaşlarımızı, qardaş və bacılarımızı çağırırlar ki, gəlin əl-ələ verək, böyük bir Azərbaycan quraq, inkişaf eləyək, irəli gedək. Diqqət edin ha, özləri bilirlər ki, bizim oradakı soydaşlarımız bu oyunlara gələsi deyil. Özünüzü boşuna yormayın. Yalanla, palanla olmur, yalandan çıxıb birdən türk oğlu, türk deməklə deyil. Sənin boğazın Siyonisin zəncirinə keçibdir. Boğazını vermirsən, Siyonisin zəncirinə taxmısan. Amerikanın köpəyisən sən. Siyonisin, İsrailin köpəyisən sən. Sən indi gəlib bizə nəyi birləşdirəsən, nə Azərbaycan qurasan. Sən hələ bir türkçülüğünü qoy görək orta, doğrudan da sən türk oğlu türksənsən. Doğrudan da sən türksənsən. Hə? Ona görə deyirəm dostlar, ağıllı olmaq lazımdır, şuurlu olmaq lazımdır. Hər haqqı deyən haqlı adam olmur, düz adam olmur, ləyaqətli adam olmur. Hər mən türk oğlu türkəm deyən türk olmur. Ağıllı olmaq lazımdır, şuurlu olmaq lazımdır. Prosesi izləyib, həm də dərk eləmək lazımdır, hesablamaq lazımdır, düşünmək lazımdır ki, bunlar kimdilər belə? Kimdir bu adamlar? Bizə türkçülükdən danışan adamlar, türkün zəifləməsini istəyən Siyonisi müdafiə eləyir. Kimdir bu adamlar? Misal üçün, Qabil Məmmədov kimi peysər gədələr, Əli Oğuz kimi peysər arvadı cırıq, fahişədən doğanlar və digərləri də var. Azərbaycan içində də medialara baxırsan, qardaş, ada qoymayın, İran parçalanır, böyük bir Azərbaycan quracaq. Bunun yanında da Amerikanı müdafiə edirlər, Siyonistləri müdafiə edirlər, İsraili. Bu nətər, yəni, başa düşən, yəni, biz böyük Azərbaycan quracaq, birləşib. Və buna Amerika maraqlıdır bunda. İsrail, Siyonist maraqlıdır bu məsələdə. Oxu, belə deyil axı. Belə deyil. Adamlar çıxsa türk oğlu türkün təbliğatına aparır. Türk oğlu türk, nə bilim, türkçülük. Bir gedin baxın görün Türkiyədə milyonlarla türk qardaşlar və bacılar var. Bir baxın görün onlar sizin kimi, nə bilim, Amerikanı belə müdafiə eləmək, dalımızda durub, qabamızda durub. Sonra uşaq qatil olan Siyonistləri müdafiə eləmək, əksinə onlara qarşıdırlar. Onları qəbullanmırlar, istəmirlər, deyirlər bunlar qatildirlər. Qatildən bizə dost olmaz. Qatildən bizə yəni tərəfdaş ola bilməz. Deyirlər özləri bunu. Sən nətər olur, sən nətər türksən ki? Oradakı türklər bunu qəbullanmır. Bu soyqırımı, bu haqsızlığı, özbaşınalığı qəbullanmır. Amma sən bunun təbliğatını aparırsan hətta. Dostumuzdur, dalımızda durub, nə bilim, nə elifdir. Güya biz böyük Azərbaycan quracaq, İran parçalanır 3-4 yerə. Biz böyük Azərbaycan quracaq. Bəs onda maraqlıdır bu İsraili, bu Siyonisi, nə bilim, Amerikası, Massadı, bunlar bunda maraqlıdır. Belə bir şey yoxdur axı. Belə bir şey yoxdur. Bu adamlar kimdir belə? Kim sizəsiz, tökülmüşsünüz ortalığa? Hər əlinizin biraz kanallarınız var. Düşmüşsünüz, cəmaatı ələ salırsınız. Ada qoymayın, gəlin, yekə bir Azərbaycan quracaq. Yəni, nətər quraşsan? Sən özün köpəksən, sən özün Siyonisə, Massada, Amerikaya köpəkliyi ilə uğraşsın sən. Sən bizi nətər xilas eləsən? Tipoy, manqur deyvan. Gör nə gündəsiz, yiyəsiz. Quranan dostun qıraqdan baxırsan, gülməli görsənir bu adamlar. Həm güneydəki Azərbaycanlı qardaşlarımızın, soydaşlarımızın, bacı və qardaşlarımızı bombalayan 12 günlük müharibədə İsrail, Amerika bombalayır, qətl eləyir, başına min oyun açır, malını, mülkünü, evini darmadağın eləyir. Sonra da bunları təbliğatına aparır, bunların evini dağıdanların. Və sonra da deyir ki, gəlin ay soydaşlarımız güneydəki, birləşək yekə bir Azərbaycan quraq. Gülərlər ya adama. Siz xəbəriniz var, siz artıq lümlüt oynuyorsunuz, lümlüt.
Başa düşdünüz, lümlüt soyunmusunuz, oynuyorsunuz ya. Da maska da yoktu. Boyunuzu yere sokum sizin. Böyle boyunuzu yere sokum. Özüne bloger deyir, siyasetçi deyir. Ne bileyim ben Azərbaycan xalqının azadlığı üçün çıxmışam. Gələcək üçün. Hansı gələcək? Hansı gələcək? Başıma bombanı yağdıranı müdafiə edirsən deyirsən, dalımda durub, qabağımda durub, hakimiyyətə gəlirəm, nə bilim, nə qarıram. Böyük Azərbaycan quracam, ne inəyəcəm? Dəlisiz, xəstəsiz, sınağıl durmanız var. Dəlisizə baləsiz. Xəstəsiz siz, hə? Siz özünüz Siyonisan massada Amerika köpəli yerirsiniz. Siz Əl-Oğuz kimi arvadı, cırıq, anası fahişə, Qabil Məmmədov kimi petuq gədələr, o birsilər. Qandon sürüsü qandon. Nə oynuyorsunuz hə siz? Şərəfsizlər, hə? Satqın alçaq 200'lük köpəklər. Güya biz uşaqsadıq, cəmaat uşaqsaddır. Düşüblər ortalığa ki, hadi sən deməcə böyük Azərbaycan quracaq biz. Gəlin birləşək. Bunda Amerikanın marağı var, bunda İsrailin marağı var. Güya biz böyük dövlət quracaq, inkişaf edəcək, irəli gedəcək və bunda Amerikanın marağı var. Amerika bize icazə verəcək ki, siz imkan verirsiniz, böyük dövlət olun, inkişaf edin. İsrail de onun kimi. Bölgede ölkələri, Müslüman ölkələrini, xalqları birbirine düşürüb, birbirine qırdırıb, zəif salıb, fitnə fəsad törədən rejimləri bu günlərim gətiriblər bizə sırırlar ki, bunlar sən deməcə bizim böyük bir Azərbaycan qurulmamızda bunlar maraqlıdırlar. Gülməlidir bu. Bu insanları ələ salmaq deyir, siz kimsizəsiz? Hə? Özünə bloger deyir, siyasetçi deyir, artist deyiləm yine. Matışka köpəşə, matışka. Gedin dalınıza girənlə məşğul onlar satqın köpəklər. Gedib giriblər İsrailin dalına, nə bilim, Massadın dalına, Siyonisin belə fahişələri gəlib bizə xilasdan, azadlıqdan danışır, o rəşti var gədələr. Mən burada səslənirəm xalqımıza, güneydə, elə arazın o tayında, bu tayında fərq eləmir. Azərbaycan xalqına səslənirəm. Hər türk oğluyam, türk deyən, türkəm, türkçülük təbliğatına aparan, türk deyil. Hər haqqı deyən, doğrunu deyən, qəşək-qəşək danışan bizdən deyil. Bizi xilas eləməyə gəlməyib, başa düşün, aylın. Kim çox türkçülükdən danışırsa, o bizdən deyil. Mən də türk oğlu türkəm də. Mən də türk oğlu türkəm də. Nətər olur ki, mənə daldan verən deyirsiniz, satqın deyirsiniz. İrana xidmət edir, Əliyev rejiminə xidmət edir deyirsiniz. Amma gedirsiniz, Türkün düşmanına dəstək verirsiniz. Türkün zəifləməsi üçün əlindən gələn fitnəni, fəsadı törədən massada, Siyonisə dəstək verirsiniz. Nətər olur hə bunlar? Hə? Qancıq köpək qancıq. Nətər olur hə bunlar? Şərəfsiz alçaq biqiriyyətlər. Mən burada xalqıma səslənirəm. Bunlara qətiyyən inanmayın. Bunlar sizi ələ salırlar, aldadırlar. Belə türkçülük olmur, belə böyük Azərbaycan qurulmaz. Başa düşün, ailin, ay cəmaat, bunlar hamısı dələdüzdür, maşinlikdir, bunlar satqındılar, bunlar 200'lüdülər. Bunlar bizim kimi mərd oğulları ləkəliyib durub, nə bilim, uşaq qatillerini bu cəmaata, bu millətə tarixi sərkərdə kimi sırıyırlar. Belə şey olur hə? Belə şey olur, belə xilas ola bilər. Bunlar dəlidirlər, bunların ağıl durması var hə? Xəstə köpək uşağı xəstə. Bəstirində da eşşək köpək uşağı eşşək. Özünə bloger deyir, nə bilim nə deyir, cında yığını cında. Məndən bu qədər dostlar. Sağ olun, Allah amandı qalın. Bu alçaqlara inanmayın, ağıllı olun, şuurlu olun. Bir daha qeyd edirəm. Hər türk oğluyam, türk deyən. Hər nə bilim, gəlin birləşək, azad olaq, xilas olaq. Gəlin nə bilim, böyük Azərbaycan quraq. Bunu durmadan təbliğatını aparan və bunun yanında da İsrailə köpəklik eləyən, Amerikaya köpəklik eləyən oğraşlar bizim adamımız deyil. Bizdən deyirlər, ağıllı olun ha, şuurlu olun. Valla, bunlar Azərbaycan xalqının görünməyən düşmənləridir. Ağıllı olun, şuurlu olun, diqqətli olun. Satqınları, xainləri, 200'lüləri, Siyonistə massada Amerikaya köpəklik eləyən oğraşları dəqiq tanıyın. Dəqiq. Bizə azadlıq gətirmək istəyən adamlar müstəqil olmalıdır. Boğazını aparıb, İsrailin, nə bilim, Siyonisin, Amerikanın, onun, bunun, İngilisin zəncirinə keçirdən köpəklər bizə xilas eləyə bilməz bizi. Bunlar hamısı boş şeylərdir. O oyundur bunlar. Boş şeylərdir. Məndən bu qədər dostlar. Sağ olun. Allah amanda qalın.